Azərbaycanımız, gəlsin Yılmazımız. Sağ olun, teşekkürler. Allah her birinizi var eləsin, bir daha bayramınızı var eylesin. Çok sağ ol. Müstakil müəllimin hərbi hissəyə deyəsən hediyesi var. Buyursun. İcra başçımız da buradadır Müstegin Bey. Var olsun bizi için böyle güzel tedbir teşkil ettiğine göre Müstegin Bey var olasınız. Gelin buraya gelin buradan takip edin. Atlam sen değil ben çağırdım. Bura terterdi dostum. Baş Leytenant Cabir Heybir. Başgüzin Kamil Şükürov. Çavuş Behruz Tavir. Asker Orhan Kerimli. Eşk olsun. Ve bizim de burada Milli Var TV olsun, olarak Müstegin Bey, Vatan eşk Dövüşenler Komandası'nın tebriki var. Bizim layihənin rehberi Rövşen Qasımov'un adından Həsənov Azad Rizvanoğlu'na. Var olun. Buyursun. Əskər Həsənov Azad Rizvanoğlu. Başgüzin Tapdırzadə Elvin Mobiloğlu'na. Mayor Serkerov Roman Kamranoğlu'na. Biz qeyd edim ki Cenab Mayor 44 günlük vətən müharibəsi başlayandan bu yana Milli TV'nin vətən uğrunda döyüşənlər layihəsi olarak bir yola çıktık. Təmənnasız olarak 3000 şehidin ailesini çekmesek de 300'den çoxunu çektik. 300'den çoxunun tədbirini apardım. Ben istəyirəm həmin layihənin rəhbəri Rövşən Qasımov bura dəvət edən bizim siyasi politologumuzu. Buyurun. Hər vaxtınız xeyir olsun, əziz əskərlər, əziz hərbiçilər və burada iştirak edən qonaqlar və bu tədbiri təşkil edən təşkilatçılar, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim müəllim, Elməddin müəllim, bu tədbiri təşkil elədiyinizə görə, eyni zamanda bizim də Milli TV olaraq bu tədbiri təşkil eləmişik. Burada bugün iştirak edir bizim millət vəkili, bizim şəhid anaları, şəhid atası, şəhid övladları. Allah sizə bugündən sonra yaxşı günlər nəsib eləsin, şəhid anaları. Allah sizə bugündən sonra gözəl günlər, xoş günlər nəsib eləsin, şəhid övladları və şəhidlərimizin burada olan həyat yoldaşları. Bizim bu 44 günlük vətən müharibəsi bizə çox ağırlı, acılı olsa da bu 30 illik həsrət üzərimizdən götürüldü. Tani elə gətirmişdi ki, 1993-cü ildən mən Müdafiə Nazirliyi Mətbuat Xidmətində o vaxtlar çalışırdım. Həmin o birinci Qarabağ müharibəsinin Aparıcı değil, iş adamıdır. etdiyi o hadisələrin şahidi oldum. Allah'a çok şükürler olsun ki ben həmin illərdə Ulu Öndərin Var olasınız başçılığıyla dostlar, Allah razı olsun. Çok sağ olun, bayramınız mübarək olsun. o illərdə Başta şəhid anaları ateşkəs olandan, rejiminin şəhid əldə bölgələri, olunmasını və şəhid Azərbaycanın həyat yoldaşları, şəhid balaları olmadan hər bir kəs ürəkdən təbrik edirik. kurtarmasının Familiya nədir sənin? sonra bizə yaşadan bu tarixi qələbəni mən ateşkəs Benim fanatlarını seven olan illerden biri de Agil Hanım. ermənilərin Agil məğlub Hanım olması tedbirde olsa da fanatlarıyla görüşmek için yine de kapitülyasiya canlı atıyor. müqaviləsində gördüm. Ben buna Canlı görə bir değil, iki değil. Allahıma Her dakika şükürlər canlı atıyor. diləyirəm. Mahnı okuyup dayanıp Həmin o canlı atıyor. zəfəri bizə Bu yaşadan güzel oğlan da Cənab bizim İlham Tərtər Əliyev. rayon Ulu televizyonundaydı. Öndərimizin Televizyon. davamçısı. Aktif genciyim. Allah İcranın onu var genciyim. eləsin. Bütün Terter Xalqımızın rayonunun, Berdar rayonunun aktif dövlətçisi genciyim. Ha, aktif gəncdə bütün tədbirlərdə aktiv iştirak edir. Mən şəxsən səni də bildim, sən iş adamısan. Hansı tədbirə gedirəm, bu gözəl dostum sən Sizin bizim adınızla idi. bağlıdır. Hikmət, Çünki məndə o biraz adla bağlı döyüşdə, yaddaş o problemi var. səngərdə, o Hikmət var odun olsan canım alınında mənim. Tərtərdə mühtəşəm bir konsertimiz də olmuşdu, zəfər konsertimiz. Fanatların Görmüşdünüz də Mən sizinlə milləti. fəxr edirəm. Bax indi də anidən bilmədən hər bir qəhrəman gəndə Qarşılaşdıq. qarşılaşdıq bu günə. Şəhid olan İnşallah
Həmişə belə gözəl günlərdə tədbirlərimiz qarşılaşırıq. gələcəkdə də inşallah Qəhrəmanımızın qarşısında belə baş sizə əyirəm. fikir verim. Acı xanımın öz konsertinin aparıcısı olmaq istəyirəm. İndi də çalışıram, üstündə çalışıram. Qarşıdan gələn İnşallah. Novruz bayramı. Və onu demək, ona görə çəkdim mən bu videonu. Və onu da bildirmək istəyirəm ki, bir sirr açım. Mən bugün döyüş bölgəsində olacaqdım. Amma Mən də orada olacaqdım. döyüş adını çəkmirəm paramı. Döyüş bölgəsində olacaqdım. gələcəkdə. Yəni ilk konsert orada mənim olacaqdı. Amma icra başçımızın təşkil etdiyi konsertə görə, Tərtər rayonunun dəvətinə görə Bizim ilk buranı Nəbi qardaşla Didem xanım buyurdu da seçdim. sonra təqdimat var. Mən Ülviyə xanıma söz Düşündüm ki, verəcəm ve 5 gün yekunlaşdırdık. İnşallah, inşallah, orada gedərik, orada da gedərik. Danışın Ben bunu gene demək iqamətə istədim ki, fikirlərə sizi qısa eləyək sevir. xahiş edirəm. Acı Seni xanım var sizi sevir, olasın valla. can. Var olasın, Sağ olun. ürəyim var olasın. Öpürəm, bayramınız var olsun. Yine kurban olun balaca şirin balalar. Hayır can. Hə, ürəyim. Sən canlını çək. Aha, fırlatmışam. Ne güzel oğlan neydi bu la? Şey uşaqlardır. Komandirin. Bölük komandirin atası. Çox sağ olun. Kamerim onları da. Amin inşallah. Geleceğin eskerleri. Çok sağ olun, teşekkür ederim. Bizi güzel bir mensup davet etmiş, güzel bir bayram kendine davet etmişsiniz. Bütün askerlerimizin her bir bayramı tebrik edelim. Nice bir bayramlara inşallah ve gelsin. Yaşa Azerbaycan halkı mahnımız gelsin. Her bir şey size. Maşallah ne güzel. Ben de geldim yanlarına. Maşallah sen de. Geldim. Her şey. Ben geldim bak bana. Orada. Ha bir nefes var nerede? Ne güzel. Çok özür dilerim. Neresi? Ne be? Ben de gözüm düşmüştü o şara. Ben de çok iyi. Oğlum dedim sen nasıl? 7 tane arvad alabilirdi. İkinci de ben olarım. Gelsin canlı olmak. Sen de kalırsın ben de. Yollar. Seni başka evde saklayayım. Beni başka evde. Bu kanımın gözlerinde evet. Ondan da Gel basın gel böyle dans.